İlham kardeşimle devam eden inkişafla Azerbaycan bölgede bir cazibe merkezine dönüştü. Başkent Bakü, Hazar'ın parlayan yıldızı haline geldi. Siz böyük lidersiniz. Böyük lider mənim yanımda əyləşib. Çox sülhsevər biridir. Onunla düşmən olmaq istəməzsiniz. В Казахстане вас знает, почитает, уважает как выдающегося государственного деятеля. Siz Çin xalqının çoxdankı dostusunuz. Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Самые добрые, самые близкие, мы как братья общаемся, мы одинаково понимаем мир, понимаем, куда он движется. Экономика растет, инвестиции растут, и это все плоды кропотливой, ежедневной работы президента Азербайджана, моего друга и брата Ильхам Гайдаровича.